بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي وبعد. Əziz qardaşlarım, hamınızı Allahın salamı ilə salamlayaraq Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu deyirəm. Möhtərəm qardaşlarım, Allah Taala'nın izni ilə, Allah Taala'nın müvəffəqiyyəti ilə ailə haqqında olan dərsimiz davam etməkdədir. İslamda ailə saadətinin dayaqları. Möhtərəm qardaşlar, keçən dərsimizdə qeyd elədik ki, haqq məsələləri var ortada, hüquq məsələləri var ortada. Hər kəs bu haqq-hüquq məsələsinə yerinə yetirməlidir, yerinə yetirməyi üçün çalışmalıdır və bu yolda əlindən gəldiyi qədər səbr eləməlidir. Möhtərəm qardaşlar, haqq çox mühüm məsələlərdən biridir. Qiyamət günü, əziz qardaşlar, üzərində insan hesaba çəkiləcəyi əməllərdən biridir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, "A'ti kulləzi haqqin haqqahu." Hər haqq sahibinin haqqını verginən. Bu, hamımız bildiyimiz kimi, möhtərəm qardaşlar, əmr formasında gəlir. Ona görə bu haqqı yerinə yetirməyi hökmü İslam dinində vacibliyə dəlalət edir. Və heç kəs üzərinə düşən haqqa qarşı səhlənkarlıq edə bilməz. Və yaxud heç kəsin haqqı yoxdur ki, üzərinə düşən haqlarda haqsızlıq eləsin. Keçən dərsimizdə, möhtərəm qardaşlar, qadının ərinin üzərinə olan haqqı haqdaydı. Və bununla ilgili, möhtərəm qardaşlar, qeyd elədik mehr məsələsini. Keçən dərslərdə bəyan etdik ki, qadının ərinin üzərinə düşən ilk haqqı mehirdir və mehrin əhkamları haqqında, mehr haqqında nə məlumatlar var idisə, bilməsi zəruri və mühim olan, onları da Allah Taala'nın izni ilə sizlərə çatdırdıq və sonra həmçinin toxunduq nəfəqə məsələsinə, sonra həmçinin qadınla kişinin aralarında gözəl davranışın mühüm olmağına və qeyd elədik ki, həmçinin kişinin üzərinə düşən haqlardan biri də zövcəsinə qarşı gözəl davranmaqdır, gözəl ünsiyyətdə olmaqdır, gözəl əlindən gəldiyi qədər gözəl şəkildə davranmaqdır və bunların hamısı keçən dərslərdə, möhtərəm qardaşlar, təfsilatla izah olundu. Allah-u Teala'nın izni ilə bugün də yeni haqlara toxunmağa çalışacaq inşallah. Əvvəldən qeyd etdiyim kimi sizlərə ancaq, əziz qardaşlarım, ən mühüm olan haqları xatırlatmağa çalışacağım inşallah. Bu haqlar ki, bunların həqiqətən haqq olması barəsində elm əhlinin arasında ixtilaf yoxdur. Bu o haqlardır ki, həm bu haqları Allahın kitabı sübut eləyir, həm bu haqları Peyğəmbər s.ə.v sünnəti sübut eləyir, həmçinin ümmət o haqlara icma eləyir və əlavə olaraq, möhtərəm qardaşlar, ağıl da bunu təsdiqləyir, tarix də, el adəti də. Ona görə, əziz qardaşlar, bu sizlərə dediyim şeylər təsdiqləyən haqları ancaq sizlərə söyləməyə çalışacağım. Ona görə, hətta nəyə görə dedim ki, bunu tarix də sübut eləyir, çünki mən sizə xatırladacağım bəzi, möhtərəm qardaşlar, haqlar var ki, bunu açıq-aşkar tarix, el adəti, bunun həqiqi haqq olması barəsində neyniyir, danışır və bunu sübut edir. Həmçinin, əziz qardaşlar, təcrübə də bəzi sizlərə söyləmək istədiyim haqlar var, təcrübə də onları sübut edir. Yəni, təcrübə ilə bu həyatı yaşamış insanlar tərəfindən bəzi məsələlər inşallah aşkara çıxacaqdır. Bugün, əziz qardaşlarım, sizlərə deyəcəyim qadının kişinin üzərində olan haqlarından həmçinin kişi
öz ailəsini cəhənnəmdən qorumaq üçün mütləq çalışmalıdır. Bu da həmçinin qadının ərinin üzərində olan haqlarındandır. Yəni, kişi mütləq və mütləq öz zövcəsini, öz ailəsini cəhənnəmdən qorumaq üçün çalışmalıdır. Əziz qardaşlarım, bu ləfzə diqqət yetirin. Təkrar deyirəm ki, çalışmalıdır. Yəni, işi buraxmamalıdır ki, qadının özünü cəhənnəmdən qorusun. Xeyr, bu kifayət deyil. O, bir kişi olaraq, bir evin məsuliyyət daşıyanı olaraq, evin bir ağası olaraq, bunun üçün kişi mütləq çalışmalıdır. Öz ailəsini cəhənnəmdən qorumağa və ailəsinin bilmədiyi şeyləri ailəsinə öyrətməyi üçün mütləq səy etməlidir. Və cəhalət ucbatından üzürlü hesab olunmayan şeylər, yəni o şeylər ki, bilinməsi zəruri və vacibdir, bunların hamısını vacibdir ki, kişi öz ailəsinə öyrətsin. Bu da həmçinin, əziz qardaşlarım, qadının ərinin üzərində olan haqlardandır. Bu məsələyə biraz geniş yanaşmaq istəyərdim. Çünki bu həqiqətən çox ərlərin və yaxud belə desək, çox kişilərin qəflətdə qaldığı məsələlərdəndir. Çox kişilərin önəm vermədiyi məsələlərdəndir. Hansı ki, bu bəlkə də belə desək, xata etmiş olmazıq ki, çox kişilərin fikir vermədiyi məsələlərdəndir. Əziz qardaşlarım, bunu kişi necə etməlidir ki, hətta ailəsini qoruya bilsin. İlk növbədə kişi çalışmalıdır ki, ailəsi haqq üzrə olsun daima. Batilə doğru getməsinə izin verməməlidir. Daima çalışmalıdır ki, ailəsi haqq üzrə olsun. Allahın əmr etdiklərini ona öyrətməlidir. Allahın qadağan etdiklərini ona başa salmalıdır. Bunları etməsə, əziz qardaşlarım, onda o zaman o zövcəsini oddan qorumuş hesab olmaz. O zaman o öz ailəsini cəhənnəmdən qorumuş olmaz. Və əgər bunda səhlənkarlıq eləyərsə, onda o zaman bilməlidir ki, qiyamət günü gəlib onun zövcəsi onun yaxasından tutacaq, onun sinəsindən tutacaq, ondan öz haqqını tələb eləyəcək. Və həmçinin möhtərəm qardaşlar, qadın haqqa yanaşmağı üçün, haqdan möhkəm tutması üçün ona yardım eləməlidir. Allah Teala möhtərəm qardaşlar, Quran-ı Kərimdə buyurur, Ət-Təhrim surəsinin 6-cı ayəsində, Ya eyyuhəl-ləzīnə əmənu, qu ənfusəkum və əhlikum nəra, və quduhən nəsu vəl-hicara, aləyhə mələikətun ğilədun şidad, lə yəxsunəlləhə mə əmərəhum və yəfəlunə mə yu'marun. Ey iman gətirənlər! Əziz qardaşlarım, Allah Teala möminlərə şərəf olaraq onları iman əhli deyərək Allah Teala onları çağırır. Və iman əhlinə möhtərəm qardaşlar nəsihət, tövsiyə, fayda verir. Necə ki, insanlar bədənləri xəstələndikdə şəfa üçün maddi dərmanlardan istifadə edirlər, eləcə də əziz qardaşlarım tövsiyə və nəsihət ruhun müalicəsi sayılır, ruh üçün dərman hesab olunur. Ona görə əziz qardaşlar, Abdullah ibn Məsud radiyallahu anh deyir ki, Quran-ı Kərimdə harada ya eyyuhəl-ləzīnə əmənu kəlməsi gələrsə, o kəlməyə diqqət yetirin. Çünki Allah Teala ya orada sizi nədənsə çəkindirəcək və yaxud ya da sizə orada nə isə əməl etməli olduğunuzu deyəcəkdir. Allah Teala əziz qardaşlarım burada bu ayətdə Təhrim surəsinin 6-cı ayəsində buyurur, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, qu ənfusəkum və əhlikum nəra, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Özünüzü və ailənizi cəhənnəm əzabından qurtarın. Əziz qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayətdə gələn üslubdan istifadə eləyərdi. Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk dəfə Peyğəmbərlik veriləndə onu özü tətbiq etdikdən sonra ilk öncə kiməsə çatdırmazdan öncə öz ailəsinə çatdırardı. Allah Teala Quran-ı Kərimdə necə ki buyurur ki, وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ Sən haqqı öz yaxınlarına bəyan eləyinən, onlara çatdırgınən ki, hətta sənə deməsinlər ki, sən bizə deyirsən, bəs ailənə niyə demirsən? Sən insanlara doğruyu əmr eləyirsən, bəs ailənə niyə demirsən? İnsanları haramlardan çəkindirirsən, bəs onları niyə çəkindirmirsən? Necə ki, möhtərəm qardaşlar, bugünkü gündə həqiqətən dəvətçi qardaşlarımız da bu cür böhtanlara məruz qalırlar. Bu cür böhtanlar onlara da atılırlar.
Halbuki biz bildiyimiz kimi hidayət kiminsə əlində deyil. Hidayət bəşəriyyətin əlində deyil. Əgər hidayət insanların əlində olsaydı, onda o zaman peyğəmbərlərin bütün kökləri, nəsillər hamısı onların dininə girmiş olardı. Biz baxsaq möhtərəm qardaşlar, Nuh aleyhissalam 5 dənə ən xeyirli peyğəmbərlərdən biridir, amma oğlu qeyri-müsəlman olur. Həmçinin möhtərəm qardaşlar, Lut aleyhissalam zövcəsi nankörlardan olur. Və həmçinin əziz qardaşlarım, başqa peyğəmbərlərin ətrafında olanlardan nə qədər var idi ki, onlar elə ilk növbədə öz qohum əqrabasından əzab-əziyyət çəkirlərdi. İlk növbədə onlara mane olan, onların ətrafında olan və onlara ən yaxın olan insanlar olurdu. Ona görə, əziz qardaşlarım, Peyğəmbər sallallahu aleyhi ve sellemin çox sevdiyi və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem üçün ən çox çalışan əmlərindən biri Əbu Talib. Əbu Talib vəfat eləyəndə bildiyiniz ki, möhtərəm qardaşlar, İslam üzrə vəfat eləmir, cahilliyə iman üzrə vəfat eləyir. Yəni, kafir olaraq bu dünyadan köçür və bu cür onun dünyadan köçməsi Peyğəmbər sallallahu aleyhi ve sellemin üzür möhtərəm qardaşlar. Həmin vaxtı Peyğəmbər sallallahu aleyhi ve sellem üzüləndə Allah Teala ayət nazil edir. Leysə aleykə hudahum və lakinnallah yəhdi mən yeşə. Deyir, onları hidayət etmək sənə aid deyil. Onları hidayət etmək sənin əlində deyil. Onları hidayət etmək Allahın əlindədir. Həmçinin başqa bir ayətdə gəlmişdi möhtərəm qardaşlar. İnnəkə lə təhdi mən əhbəbtə və lakinnallah yəhdi mən yeşə. Sən istədiyini doğru yola gətirə bilməzsən, Allah-u Teala'dır istədiyini doğru yola gətirən. Deməli, əziz qardaşlarım, Peyğəmbər sallallahu aleyhi ve sellem insanlar ona nəsə deməsin deyə ilk öncə nazil olanları öz ailəsinə, öz qohum əqrabasına çatdırardı. Ki, Allah Teala sizdən bunu tələb eləyir. Allah Teala sizdən tələb eləyir ki, bunu yerinə yetirəsiniz. Allah Teala sizi bu şeylərdən çəkindirir və s. kimi. Və sonra onu başqa insanlara çatdırardı. Deməli, əziz qardaşlarım, əməli olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür idi. Onun yolu ilə gedənlər də əməli olaraq bu üslubdan istifadə etməlidir. Öyrəndiyi ilk elmi daha haqlıdır ki, öz ailəsinə öyrətsin. Və öz ailəsini çəkindirsin Allahın qadağanlarından, öz ailəsinə əmr etsin Allah-u Teala'nın əmr etdiyi şeyləri. Əgər kişi bunları etməzsə, möhtərəm qardaşlar, təbii ki, ailəsinin haqqını yerinə yetirmiş olmaz və bununla da özünü təhlükəyə atmış olar. Əziz qardaşlarım, bu ayətin təfsirində Əli radiyallahu anh deyir ki, yəni, ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm əzabından qoruyun. O cəhənnəm alovu ki, onu alışdıran şeylər, daşlar və insanlar olacaq. Allah qorusun, möhtərəm qardaşlar. Bu ayətin təfsirində Əli radiyallahu anh deyir ki, yəni, özünüzü və ailənizi qoruyun mənası odur ki, onları öyrətin və onları ədəbləndirin. Əli radiyallahu anh, möhtərəm qardaşlar, bu ayəni bu cür təfsir eləmişdir. Və həmçinin Buxaridə, Müslimdə, möhtərəm qardaşlar, Abdullah ibn Umar radiyallahu anhuma hədisində belə demişdir ki, Peyğəmbər s.ə.v belə deyil. Ar-raculu ra'in fi əhlihi və məs'ulun an ra'iyyətihi. Kişi öz ailəsinin başçısıdır və əlinin altındakilardan məs'uldur. Yəni, kişi öz ailəsinin başçısıdır və öz əlinin altında olanlardan da qiyamət günü məs'uldur. Kimdir əlinin altında olan möhtərəm qardaşlar? Onun ailəsidir, onun zövcəsidir, onun oğul uşağıdır və s. kimi. Ona görə madəm ki, nə qədər ki, kişi ailədə başçı hesab olunur, ona görə onun üzərinə bu tərəfdən məsuliyyət düşür. Ki, onlar haqdan tutmaları üçün onlara kömək etsin, onları haqq üzrə istiqamətləndirsin, Allahın əmr etdiklərini onlara əmr etsin, onlara öyrətsin, Allahın qadağanlarından onları çəkindirsin və çəkinmələrinə eyni zamanda yardım etsin. Əziz qardaşlarım, cəhənnəmdən ailəni qorumaq məsələsinə daxildir. Kişi öz ailəsinə dinini gözəl şəkildə öyrətməsi. Tək maddi tərəflə ailəsi ilə maraqlanması kifayət deyil. Ki, onun yeməyi yerində olsun, içməyi yerində olsun, paltarı yerində olsun və s. kimi. Kişi sadəcə bu tərəfdən ailəsi ilə ilgilənməsi kifayət deyil, möhtərəm qardaşlar. Maddi cəhətdən ehtimam göstərdiyi qədər, eləcə də mənəvi tərəfdən də maraqlanmalıdır, ehtimam göstərməlidir. Mənəvi tərəfdən ehtimam göstərmək, möhtərəm qardaşlar, maddi tərəfdən ehtimam göstərməkdən və maraqlanmaqdan daha böyükdür. Bu məlumdur, möhtərəm qardaşlar, hər kəsə. Ona görə gərək kişi zövcəsinin mənəvi tərəfinə də baxsın, imanını yoxlasın, ixlasını yoxlasın,
elmini yoxlasın, Allahın vacib etdiyi şeylər əda etmək məsələsində fikir versin. Əgər bunu yerinə yetirməzsə, möhtərəm qardaşlar, onda bilməlidir ki, bu ilk səbəblərdəndir ailəyə bədbəxtçiliyin və huzursuzluğun daxil olmasına. Elə buradan başlayır, əziz qardaşlarım. Çünki ortada haqq hüquq taftalandısa, xüsusən də qadın İslam əxlaqından uzaq oldusa, qadın İslam tərbiyəsindən uzaq oldusa, Allahdan qorxmayan birisi oldusa, Allahın hədlərini aşan birisi oldusa, cahillikdə səviyyəni aşmış birisi oldusa, onda o zaman mömin birinin elə bir zövcə ilə yaşaması çox çətin olur. Onun üçün nəfsi bir əzab olur, əziz qardaşlar. O insan huzur tapa bilmir. Ona görə, əziz qardaşlarım, huzursuzluq olmaması üçün, ailədə bədbəxtçiliyin olmaması üçün, ailədə daima xoşbəxtliyin daha geniş olması üçün gərək kişi bu üzərində düşən məsuliyyəti yerinə yetirsin. Və deməsin ki, mən bir dəfə ona deyirəm bunu et və o onu etmir. Bir dəfə deyirəm bunu belə etmə, o gedir edir. Bu bir dəfə ilə kifayət deyil, möhtərəm qardaşlar. Xüsusən də əgər kişi, yəni cahil bir qadınla evlənibsə ki, onu sonra inşallah ədəbləndirər, sonra onu öyrədər və sonra onun hidayətinə səbəb olar, belə hallarda onda gərək kişi tələsməsin və nə də səhlənkarlıq etməsin və ən gözəl şəkildə hikmətlə bu işi tamamlamağa çalışsın. Çünki bəzilər görürsən ki, evlənməməzdən qabaq onlarda həvəs olur, evlənməməzdən qabaq onlarda həmas olur, təki bu istədiyi qızla evlənsin və deyir ki, sonra hər şey düzələcək. Elə bil ki, evlilik tamamlanandan sonra 1 ay, 2 ay, 3 ay tərbiyə verməyə çalışır, sonra başını buraxır. Elə bil ki, əvvəlindəki hissiyyət onda nisbətən azalmağa başlayır. Belə olmamalıdır, əziz qardaşlar. Umumən kişi çalışmalıdır ki, qadına, zövcəsinə bayaq keçən şeyləri gözəl şəkildə öyrətsin və xatırlatsın və yaxud da öyrənməsinə onu yardım etsin. Həmçinin, əziz qardaşlarım, Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, Taha surəsinin 132-ci ayəsində وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا Ailənə namaz qılmalarını tövsiyə elə. Ailənə əmr et ki, namaz qılsınlar və sənin özün də bunu səbirlə yerinə yetirginən. Sənin özün də bunu səbirlə yerinə yetirginən. Burada, əziz qardaşlarım, sizlərə bir mühüm məsələ çatdırmaq istəyirəm. O da bu ayətlə ilgili Allah-u Teala deyir ki, ailənə namaz qılmalarını əmr et və özün də bunu etməkdə səbr eləyinə. Deməli, əgər bir kişi ailəsinə hər hansı bir xeyri əmr edərsə, özü də o xeyirdən ən uzaq olan adamlardan olarsa, onda bu zaman ortada ziddiyyət baş verər. Onda bu zaman ortada anlaşmamazlıq baş verər. Allah Teala Quran-ı Kərimdə buyurur, أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابِ Siz insanlara xeyrə dəvət eləyib, özünüzü unudursunuzmu kitab oxuduğunuz halda? Yəni siz kitab oxuyursunuz, Quran-ı Kərimi oxuyursunuz, şəriəti öyrənirsiniz, halal haramları bilirsiniz, insanlara çatdırırsınız və amma özünüz o haramdan çəkinmirsiniz. Və yaxud ey insanlar, bunu etmək vacibdir deyirsiniz, o insanlar onu eləyir, amma özünüz onu eləmirsiniz. Allah Teala deyir, siz şəriəti oxuduğunuz halda, kitabı oxuduğunuz halda bunu niyə belə edirsiniz? Deməli, burada möhtərəm qardaşlar bir növ qınamaq var. Ki, deməli, əgər kişi ailəsinə bir şey öyrədəcəksə və yaxud da ailəsini bir münkər əməldən çəkindirəcəksə, ilk növbədə ona lazımdır ki, kişiyə ilk dəfə özü bunu eləsin. Mən sizə, əziz qardaşlarım, tarixin sübut elədiyi bir məsələ xatırlatmaq istəyirəm. Hansı ki, bu keçmiş zamanlarda olan bir hadisə deyil. Bu, yəni yaxında yaşadığımız bu 4-5 ilin içərisində olan bir hadisədir. Qardaşların biri, möhtərəm qardaşlar, namazı səhlənkarlıq edirdi umumən. Namazlara bəzən yaxşı yanaşmırdı və zaman içində aydın oldu ki, onun zövcəsi də namaz qılmır və bu üzücü bir şey idi. Qardaşla bu barədə söhbət eləyəndə, əziz qardaşlarım, mənə dedi ki, umumən, mən zövcəmlə ayrılmaq istəyirəm. Çünki deyir, neçə ildir ki, mən çalışıram ki, namaz qılsın və neçə ildir ki, çalışıram ki, deyir, o hidayət olunsun. Deyir, böyük vədlərinə baxmayaraq, artıq ortadan 7-8 il keçib və o namaz qılmır və yaxud da niyyəti yoxdur namaz qılmağa.
Deməli, əziz qardaşlarım, bu ibrətli bir məsələdir həqiqətən. Bu, qardaşla bir müddət bir yerdə olduqdan sonra bəyan oldu ki, bunun özündə əslində namaz məsələsində səhlənkarlıq var. Deməli, əziz qardaşlarım, həmin qardaşla irtibatdan sonra bu qardaş məscidə sıx-sıx gəlməyə başladı. Demək olar ki, namazların 5-ini də cəmaatla məsciddə qılmağa başladı və üstündən, əziz qardaşlarım, bir ay keçməmişdir. Həmin qardaşın zövcəsi hicab giydi və qardaş heç onu dəvət eləmədən namaza başladı. Önəmli olan burasıdır ki, möhtərəm qardaşlar, sonradan bacıların biri həmin qadından soruşdu ki, sən nəyə görə bu zamana kimi namaz qılmırdın? Sənə nə oldu? Və yaxud da bəzən də bəlkə də pis zənn eliblər ki, bu hansı səbəbə görə namazda başladı? Və əziz qardaşlarım, bacımız belə cavab verib ki, deyir, mən baxırdım ki, görəsən zövcəm dediklərinin üstündə nə qədər durur? Görəsən bu nə qədər ciddidir? Görəsən bu mənə, yəni ki, məni dəvət etdiyi şeyə özü inanırmı? Deyir, mən onu bütün sabah namazına durğuzanda o qalxardı, məni vurardı. Deyir, mən onu sabah namazına oyadanda o məni söyüb döyərdi. Nəyə görə mən onu durğuzub narahat eləməyim deyə. Deməli, əziz qardaşlarım, bu cür feillə qarşılaşdıqdan sonra deyir, artıq məndə rəğbət qalmamışdı. Mən onu bir yalancı bir insan kimi hesab eləyirdim. Çünki deyir, mən elə düşünürdüm ki, əgər bu şey ona görə mühim olsaydı, bu əməlləri etməzdi. Və deyir, nəhayət bu axırıncı ayda gördüm ki, bu insanın gözündə yuxu qalmır namaz vaxtı gəldikdə. Deyir, mən artıq başa düşdüm ki, bu o qədər mühim şeydir ki, bu yuxudan da önəmlidir, yeməkdən də önəmlidir, içməkdən də və həyatdan da önəmlidir. Deyir, mən bunu bir ayın içində çox gözəl şəkildə başa düşdüm. Deməli, əziz qardaşlar, bunu mən sizlərə deməklə Həsən el-Basri radiyallahu anh'ın sözünü xatırlayıram. Deyir ki, ey insanlar, ey iman əhli, deyir, siz insanları sözünüzlə deyil, əməllərinizlə dəvət eləyin. Ona görə ola bilsin ki, insan bəzən dili ilə dəvət eləyə, ola bilsin ki, insan bəzən ayət, hədis gətirə, amma bu dərk olunmaya. Amma ola bilsin ki, insan əməli ilə elə bir əməl edə ki, bu heç dilini açmadan minlərlə insana təsir eləyə. Necə ki, əziz qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqını görən bir çox İslama girən insanlar olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləmin davranışı ucbatından bir çox İslama girən insanlar olmuşdur. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir ayət, bir hədis eşitmədən belə. Onlardan biri, əziz qardaşlarım, Abdullah ibn Sələm radiyallahu anhu, hansı ki əsli Yahudi olur, 60 il Yahudilikdə olur, 60 ildə İslamda, 120 yaş yaşayır möhtərəm qardaşlar. Özü də Yahudilərin rahiblərindən, keşişlərindən olur. Sözün qısası, əziz qardaşlarım, burada kişilərin üzərində düşən ilk məsuliyyətlərdən biri budur ki, ailədə özləri kişi rollarını yerinə yetirməlidir. Ailələrinə əmr etdiyi şeyləri, hansı ki Allahın əmr etdiyi şeylərdir, ilk öncə onları özləri yerinə yetirməyə çalışmalıdırlar. Həmçinin istərsən, qadağan olan məsələlərdən olsun. Əziz qardaşlarım, kişi çalışmalıdır həmçinin. Bu da qadının əlinin üzərində olan haqlardandır, hansı ki bayaqda haqqın altına girməkdədir. Bu da öyrətməlidir həyanı möhtərəm qardaşlar. Həyasız qadınla yaşamaq çox çətindir. Qadının həyasız olmağı, utanmaz olması bədbəxtçiliyin ailəyə daxil olma səbəblərindəndir. Ailədə huzursuzluğun baş vermə səbəblərindəndir. Ailədə saadətin, xoşbəxtlik hiss edilməməyin əlamətlərindəndir qadında olan həyasızlıq. Ona görə, əziz qardaşlarım, kişinin üzərinə düşən haqlardan biridir ki, zövcəsini həya öyrətsin, ailəsini həyalı etsin, ailəsini Allahdan qorxan bir ailə etsin və həmçinin zövcəsinə qənaəti öyrətsin, zövcəsini qənaət üzrə tərbiyələsin, gözü ac şəkildə onu tərbiyələməsin. Çünki, əziz qardaşlarım, bu nəyə görə deyirəm? Əslində, bu zamanda fitnə çoxaldıqca, əziz qardaşlarım, insanda tamahkarlıq çoxarır, insanda qənaətlik azalır. Və xüsusən də bu qadınlarda daha çox baş verir. Qadınlar görürsən, qadınlar toplumun içinə qarışanda hər kəs özünü övməyə çalışır. Hər kəsin müəyyən bir nəyi, biri öz biləziyindən danışır, o birisi üzügündən danışır, o birisi sırğasından danışır, o birisi baxalı paltarından danışır və qadınlar arasında, əziz qardaşlarım, fitnə əmələ gəlir. Və elə bil ki, kişilərin durumu da eyni olmur. Bəzən görürsən, biri varlıdır, biri kasıbdır və nəhayət bu toplumun içində elə bil ki, təzyiqlənmiş bu qadın evə qaydanda avtomatik onu dili ilə istəməsə də, əgər istəyər olsa, dili ilə deməsə, o onun əməllərində və davranışlarında göbulcasına ortaya çıxacaqdır.
Ona görə möhtərəm qardaşlar, qadınları gərək tərbiyə eləsən qənaət üzrə. Qadın gərək qənaətkar olsun, gözü acı olmasın, Allah ona verdiyi paydan razı qalsın və razı qalmağıyla kifayətlənməsin və əksinə ona çoxlu şükür edənlərdən olsun. Bu da möhtərəm qardaşlar, kişinin məsuliyyətindəndir. Həmçinin möhtərəm qardaşlar, kişinin ailəsini cəhənnəm odundan qurtarma haqqının altına daxildir. Kişi arvadına əmr etməsi şəri hicab geyinməyi. Bu da kişinin üzərinə düşən haqlardandır ki, zövcəsinə əmr etsin ki, şəri hicab geyinsin. Şəriətə uyğun olan hicab geyinsin. Bugünkü gündə mod halına çevrilmiş hicabları nəzərdə tutmuram. Hansı ki, dizdən yuxarı geniş paltar geyinirlər, dizdən aşağı isə şalvar geydirlər. Və yaxud şəffaf və dar nazik paltarlar və yaxud da zinət, gözəllik üçün müəyyən şeylər. Bunların hamısı möhtərəm qardaşlar qısa şəkildə budur ki, çalışsın ki, zövcəsinə şəri hicab geyindirsin. Və həmçinin möhtərəm qardaşlar çalışsın ki, zövcəsi salih qadınlarla əlaqə qursun. Fasik qadınlardan uzaq olsun. Əxlaqı olmayan əxlaqsız qadınlardan, həyasız qadınlardan, hicabsız qadınlardan uzaq olsun. Daima çalışsın ki, salih qadınlarla ünsiyyətdə olsun. Salih qadınlarla əlaqədə olsun. Onlara qarışsın daima. Bu da əziz qardaşlarım, qadının gözəl tərbiyə olunmasına yardım edən səbəblərdəndir. Və həmçinin çalışsın ki, zövcəsi kişilərin arasında gəzən zövcələrdən olmasın. Kişilərin arasında gəzən, yəni bazarlarda fırlanan, orada fırlanan, burada fırlanan və daima çalışsın ki, zövcəsi gözünü naməhrəmlərdən qoruyan qadınlardan olsun. Bu əziz qardaşlarım çox mühüm məsələlərdən biridir. Bu məsələdən çıxmaq yolu var. Bu məsələdə adama yardım edən bəzi üsulublar var. Birincisi budur ki, kişi bacarsın ki, bayaq keçən şeyləri özü öyrətsin. Özü birbaşa bunları ailəsinə öyrətsin. Əgər bunu bacarmasa özü öyrətməyə, çünki ortada maneələr ola bilər. Onda o zaman ən azından rahatlaşdırsın dinini öyrənmək üçün yolları. Ona yollar göstərsin. O öyrənməsi üçün, onun üçün qapılar açsın. Ən azından bunu etməlidir. Lakin dediyim kimi, möhtərəm qardaşlar, müsibət buradadır ki, əgər kişinin özü cahil olarsa, əgər kişinin özü məsuliyyətsiz birisi olarsa, əgər kişinin özü elmdən və xeyir əməllərdə yarışmaqdan uzaq olan birisi olarsa, onda o zaman müsibət elə burada qalxır. Həmçinin, əziz qardaşlarım, qadının ərinin üzərinə olan haqlarından biri kişi qadına qarşı qeyrətli olması. Kişi gərək qeyrətli olsun, möhtərəm qardaşlar. Əgər qeyrətsiz olarsa, onda o zaman zövcəsinin haqlarından birini tapdalamış olar. Bütün müsibətlərin başı, möhtərəm qardaşlar, ailə məsələlərində demək olar ki, bütün müsibətlərin başından hesab olunan şeylərin biri də kişinin qeyrətsiz olmasıdır. Kişinin namussuz olmasıdır. Kişinin şərəfsiz olmasıdır, möhtərəm qardaşlar. Bunu sizlərə mən belə izah edə bilərəm ki, qeyrətsizliyin əlamətləri var. O əlamətlər hər hansı bir kişidə olsa, bu açıq-aşkar dəlillərdən biridir ki, o kişi qeyrətsiz bir kişidir. Kişinin də qeyrətsiz olması, möhtərəm qardaşlar, ailənin bataqlığa batması deməkdir. Ailədə fitnənin, fəsadın çoxalması deməkdir. Ailəyə şər qapılarının açılması deməkdir. Ailədən huzurun və xoşbəxtliyin qalıqması deməkdir. Əziz qardaşlarım, ona görə hamınıza, bütün müsəlmanlara tövsiyə edirəm ki, kişi gərək qeyrətli olsun. Bu kişilərin, əziz qardaşların, özəl sifətlərindəndir. Bu, Allahın kişi qullarının özəl sifətlərindəndir qeyrətli olmaq və şəriətlə də tələb olunan məsələlərdəndir. Kişi gərək zövcəsini qorusun naməhrəmlərdən. Kişi gərək ailəsini qorusun kişilərə qarışmaqdan. Kişi gərək ailəsini qorusun, ailəsi gözəl olan yerlərini başqalarının yanında göstərməkdən. Kişi gərək ailəsini qorusun, ailəsinin gözünü qorusun naməhrəmlərə baxmaqdan. Kişi gərək öz ailəsini qorusun, başqa naməhrəmlərlə faydasız yerə söhbət edib, sağlamlaşıb görüşməkdən. Bunların hamısını, bu keçən sizlərə saydığım şeyləri, əgər kişi yerinə yetirməzsə, onda o zaman o kişi qıryatsız kişi hesab olunur. Onda o zaman o kişi qeyrətsiz kişi hesab olunur, əziz qardaşlarım. Kişi mütləq bu şeylərə diqqət yetirməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm, əziz qardaşlarım,
səhih hədisdə buyurur ki, "La yadkhulul cennete deyyus." Cənnətə deyyus girməyəcəkdir. Deyyus bilirsiniz möhtərəm qardaşlar, qıryatsız deməkdir. Cənnətə qıryatsız kişi girməyəcək demişdir Peyğəmbər sallallahu əleyhi və səlləm. Başqa bir hədisdə möhtərəm qardaşlar, İmam Əhməd ibn Həmbəl Musnəd kitabında və həmçinin İmam-ın Nəsəinin Sünən kitabında rivayət etdiyi hədisdə, hansı ki hədisi Şeyx Albani rahmehullah səhihləşdirib, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Sələsətun la yanzurullahu azza və cəllə ileyhim yevmel qiyamə." Üç kəs olacaq ki, Allah Teala qiyamət günü onlara baxmayacaq. Nə deməkdir möhtərəm qardaşlar? Allah Teala onlara rəhmət eləməyəcək deməkdir. Birincisi, valideynlərinə qarşı üzü ağ olan, ikincisi kişilərə bənzəyən qadın, üçüncüsü də qıryatsız kişilər. Üçüncüsü də qıryatsız kişi. Qıryatsız olan insanların, əziz qardaşlarım, qıryatsız olan kişilərin aqibəti axirət günü ağırdır. Ona görə əziz qardaşlarım, müxtəlif hədis rivayətləri ilə bu barədə çəkindirmək gəlmişdir. Müxtəlif rivayətlər var ki, kişi gərək deyyus olmasın, kişi gərək qıryatsız, kişi gərək namussuz olmasın. Başqa bir hədisdə gəlir möhtərəm qardaşlar, başqa bir rivayətdə belə gəlir ki, "Sələsətun harramallahu aleyhimul cənnə." Üç kəs var ki, Allah onları cənnəti haram etmişdir. Allah onlara cənnəti haram etmişdir. Onlardan biri də qıryatsız kişidir. Hansı ki, ailəsinə qarşı qıryatlı deyil. Əziz qardaşlarım, bunun əlamətləri çoxdur. Bayaq sizlərə saydıqlarının hamısı əlamətlərdəndir. Və həmçinin qıryatsızlığın əlamətlərindən kişi zövcəsini bazara tək başına buraxması. O şəkildə ki, hansı ki, fitnədən əmin olmur. Və o bazarda başdan tutmuş dırnağa kimi fitnə dolu birisidir. Və yaxud da kişi öz arvadı ilə bazara gedir, baxırsan satıcı kişi ilə arvadı mücadilə eləyir. Qiymətin aşağı-yuxarı olmaq məsələsində kişi də qıraqda durub onları seyr eləyir. Bu da möhtərəm qardaşlar, qıryatsızlığın əlamətlərindəndir. Və yaxud da kişi zövcəsinə şərii hicab geyindirməmək, bu da qıryatsızlığın əlamətlərindəndir. Və yaxud da kişi izin verməsi ki, zövcəsi bəzənsin, düzənsin, ətirlənsin, yola çıxsın və kişilərin arasında gəlsin, bu da qıryatsızlığın əlamətlərindəndir. Və yaxud da möhtərəm qardaşlar, kişi zövcəsini buraxsın televizorun qabağına, o da otursun teleseriallara baxsın, orada otursun əxlaqsız şeylərə baxsın, orada otursun tərbiyəsiz şeylərə baxsın, bu da kişinin qıryatsızlığının əlamətlərindəndir. Və yaxud evə gətirdiyi kişilərə zövcəsini təqdim eləmək və onlarla salamlaşıb, hal keyfləşmək, yəni əllə nəzərdə tutulan möhtərəm qardaşlar, naməhrəmlərlə. Hansı ki, bu qeyri-müsəlmanlardan daxil olub müsəlmanlara. Bunların hamısı, əziz qardaşlarım, kişilərin qıryatsızlığının əlamətlərindəndir. Burada bir məsələyə, əziz qardaşlarım, biraz geniş yanaşmaq istəyirəm. O da televizor, internet məsələləri. Hansı ki, bəzi kişilər, çox təəssüflə deyirəm, sadəcə onlar cins olaraq bəlkə də kişi cinsidirlər, ona görə onları ilə adlandırıram. Amma əslində baxsaq, şəcaətə, qıryata baxsaq, görərsən ki, onların bəzilərində bu şeylər yoxdur. Hansı ki, evlərinə möhtərəm qardaşlar, bugün fitnə məsləri olaraq məşhur olan, yəni krosna deyirlər, onun müəyyən başqa adlar deyirlər. Lakin o antenan deyək, krosnam deyək, bilmirəm, hansı ki, gətirib onu öz əlləri ilə evlərinə qoşurlar, sonra harada fitnəkar və əxlaqsız və səviyyəsiz kanallar var, onların hamısını yığırlar və sonra pultu zövcəsinin əlinə verir, özü isə səhər çıxır evdə, axşam gəlir. Evdə də nələr olduğundan xəbəri yoxdur. Bəlkə də zövcəsi elə bir teleserial keçmir ki, onu buraxsın. Bəlkə də elə bir film yoxdur ki, eşq, məhəbbət filmləri onu buraxsın, hamısını seyr eləyir. Deməli, əziz qardaşlarım, kişi televizora baxdıqda necə fitnəyə düşürsə, naməhrəm qadınları gördükdə, eləcə də zövcəsi naməhrəm kişilərin qabağında qoyanda, onun zövcəsi də o cür fitnəyə düşür. Deməli, əziz qardaşlarım, bu cür etmək kişinin qıryatsızlığının əlamətlərindəndir. Gərək kişi həm zövcəsinin namusunu, irzini qorusun, həm də zövcəsinin şərəfini qorusun, həm də zövcəsinin gözünü qorusun. Bunların hamısı möhtərəm qardaşlar, sərtlik deyil, nə bunların hamısı kimimiz haqqına daxil olmaq deyil, sadəcə bunlar kişilərin üzərinə düşən qeyrət haqqıdır. Qeyrət hüququdur möhtərəm qardaşlar. Bəlkə də qadın razı olmaz kişinin belə etməyinə, amma o razı olmasa da kişi bilməlidir ki, onun üzərində düşən bir haqdır bu. Bunu yerinə yetirməlidir, bir Allahın onun üzərinə qoyduğu bir məsuliyyət, bir haqq kimi. Həmçinin möhtərəm qardaşlarım, əziz müsəlmanlar, qadının kişinin üzərinə düşən haqlarından biri də kişi gərək
ailəsindən nifrət eləməsin. Gərək ortalarında ər-arvad arasında gərək məhəbbət olsun, möhtərəm qardaşlar. Əgər kişi zövcəsindən nifrət eləyərsə, ondan qəzəbi gələrsə, onda möhtərəm qardaşlar ailədə huzur olmaz. Ailədə xoşbəxtlik iyi duyulmaz. Ailədə əziz qardaşlarım insan qəlb rahatlığı tapa bilməz. Mütləq ortada gərək məhəbbət olsun. Mütləq gərək ortada sevgi olsun. Mütləq gərək ortada möhtərəm qardaşlar irtibat və bağlantı olsun. Ona görə kişi gərək zövcəsinə qarşı buğz bəsləməsin. Qəlbində zövcəsinə qarşı kin bəsləməsin. Gərək ona qarşı qəlbində nifrət bəsləməsin. Müəyyən dərəcədə baş versə də onu qəlbindən çıxardıb atmağa çalışsın. İmam Muslim, möhtərəm qardaşlar, rivayət eləyir, Əbu Hureyra radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Lə yəfruku mu'minun mu'minətən in kərihə minhə xuluqan radiyə minhə əxar." Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bir mömin kişi bir möminət qadından nifrət etməsin, etməməlidir. Deyir, əgər onun bir əxlaqından nifrət etsə, o birisindən razı qalar. Bu nə deməkdir, möhtərəm qardaşlar? Bu o deməkdir ki, kişiyə, mömin kişiyə lazımdır ki, öz zövcəsinə qarşı buğz bəsləməsin, nifrət bəsləməsin. Ola bilsin ki, zövcəsi paxıl ola, amma o biri tərəfdən itaatkar ola, o biri tərəfdən iffətli, namuslu, şərəfli ola, həyalı ola, sadiq ola, yalandan uzaq olan birisi ola, kişisinin namusunu və şərəfini və qeyrətini qoruyanlardan birisi ola. Ona görə müəyyən tərəfdən əgər qadından nifrət elədiyin bir şey olarsa, onda o zaman onu da düşün ki, inşallah onun sənin xoşuna gələn başqa amilləri də var. Və daima insan bəzən ailədə pis şeylərlə qarşılaşdıqda, xoşa gəlmədiyi şeylərlə qarşılaşdıqda, bu olan bir şeydir, əziz qardaşlarım. Olan bir şeydir. Yəni, anlaşmamazlıq hər ailədə ola bilər. Fikirlərin düz gəlməməyi hər ailədə ola bilər. Və s. kimi. Bəzən o nifrəti ortaya gətirən şeylər ortaya çıxsa, bəzən kərahiyyə əlamətləri ortaya çıxsa, onda o zaman lazımdır ki, kişi arvadının tək pis tərəflərini, o bir yaxşı tərəflərinə də baxsın. Bununla o kərahiyyəni və buğzu dəf edə bilir. Bununla möhtərəm qardaşlar, o sıxıntıdan çıxa bilir. Amma daima insan zövcəsinin pis tərəfinə baxsa, bu əxlaqsızdır, bu tərbiyəsizdir, bu paxıldır və s. kimi bunları saymaqla oturub dursa, onda o zaman ortada heç vaxt məhəbbət olmayacaq. Deməli, müəyyən, xoşa gəlməyən sifətlər zövcədə olduqda, ilk öncə lazım olan şey odur ki, o sifəti dəf etmək üçün yoldaşva tövsiyə ilə və çalışqı ilə ki, o sifət aradan qalıqsın. Allahın izni ilə bu mümkündür. Əgər sən çalışmaq üzrə olduğun halda əmələ gəlməsə, onda o zaman onu dəf etmək üçün, qəlbində kin bəsləməmək üçün zövcəyin o biri yaxşı tərəflərinə bax ki. Və bu, sənə kömək eləyəcək ki, ona qarşı qəlbində kin, qəlbində buğz olmasın. Deməli, buğzun olmaması da möhtərəm qardaşlar, qadının, kişinin üzərində olan haqlarındandır. Və həmçinin, əziz qardaşlarım, qadının ərinin üzərinə olan haqlardan kişi zövcəsini müdafiə eləməsi. Bu da möhtərəm qardaşlar, möminət qadınların mömin ərlərinin üzərində olan haqlarındandır. Ki, kişi daima zövcəsini müdafiə eləsin. Əgər müdafiə eləməzsə, onda o zaman qiyamət günü hesaba çəkiləcək. Onda o zaman üzərinə düşən haqqın birini tapdalamış hesab olunar. Çünki, əziz qardaşlarım, kişi evlənəndən sonra demək olar ki, artıq kişinin irzi olur. İrz, əziz qardaşlarım, kişinin qeyrəti, namusu deməkdir. Adam subay olduqda onun irzi olmur. Yəni, özün tək başına olursan və onun irzi anası, bacısı olur. Amma evləndikdən sonra möhtərəm qardaşlar, əsas insanın zövcəsinə deyilir irz. Ərəb dilində belədir ki, irz deyildikdə, namus deyildikdə insanın zövcəsi nəzərdə tutulur. Çox zaman, lüğətlərdə də belədir, çox zaman qəsd olunan budur. Və burada da onu demək istəyirəm ki, kişi evləndikdən sonra artıq irzi olmuş olur o kişinin. Bu irz, yəni onun şərəfi, qeyrəti, onun zövcəsi hesab olunur. Onu müdafiə eləməlidir, möhtərəm qardaşlar.
ona zərər verən heç bir şeyə izin verməməlidir. İstərsən söz olsun, istərsən feil olsun, nə olursa olsun, bütün şərlərdən və fitnələrdən zövcəsini qorumalıdır. Hətta bu qorumaq onun ölümünə səbəb olsa belə. Hətta bu qorumaq ucbatından o insan həyatını itirsə belə. Bu mütləq möhtərəm qardaşlar, kişilərin üzərinə düşən haqlardan biridir. Hətta bu kişilər üçün şərəfdir, əziz qardaşlar. Əgər bir kişi ailəsini qorumaq yolunda, ailəsini müdafiə etmək yolunda öldürülərsə, Allah qatında o kişi şəhid hesab olunur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, "Mən qutilə duna irdihi fəhuvə şəhid." Kim namusu ucbatından, namusunu müdafiə eləyərək, yəni zövcəsini müdafiə eləyərək öldürülərsə, o şəhiddir. Əziz qardaşlarım, burada tövsiyə eləmək istəyirəm bütün möminət bacılarıma ki, şərəfə baxın Allah-u Teala sizlərə necəcə şərəfli zövcələr nəsib eləyib. Bütün möminət bacılarıma deyirəm ki, mömin zövcələrinin qədrini, qiymətlərini bilsinlər. Kişi zövcəsinin həyatı üçün özünü təhlükəyə atır. Kişi zövcəsi yaşasın deyə özünü öldürtürə bilər. Deməli, əgər belə bir hal olursa kişilərin haqqında, onda o zaman lazımdır ki, zövcələr bunu yaxşı başa düşsün. Kişisi əgər arvadını qorumaq yolunda ölümə hazırdırsa, onun ölümünə hazır olan kişisinin gərək qədrini bilsin. Ona görə möhtərəm qardaşlar, bunun daha geniş danışacaq kişilərin, qadınların üzərinə düşən haqlarına gəldikdə. Deməli, əziz qardaşlarım, bu sizlərə dediyim haqlar, bugün sizlərə çatdırmaq istədiyim haqlar idi. Allah Teala'dan diləyirəm ki, bizləri eşitib faydalarını etsin. Allah Teala'dan diləyirəm ki, üzərimizdə olan bütün haqları Allah razı qalan şəkildə əda etməyi nəsib eyləsin. Allah Teala'dan diləyirəm ki, bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi nəsib eyləsin. Allah Teala'dan diləyirəm ki, bizləri bu dünyada müsəlman olaraq yaşatsın və müsəlman olaraq öz huzuruna qovuşmağa nəsib eləsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və ashabi əcməin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.